Beyin ölümü ya mərci-məğzi dediyimizdə hər şey qutuldu sanırıq. Amma tam da bu cür deyil. Mərci-məğzi beynin bilincinin sonudur, amma sellulların həyatının sonu deyil. Mərci-məğzdə beynin bütün fəaliyyətləri durur. Məğz heç bir siqnal yollamır, heç zad eşidilmir. Duyğu və ehsas aradan gedir və beynin elektrik fəaliyyətləri ya iyici, bütünlüklə sifridir. Amma qısa bir müddət üçün qəlb vurur və tənəffüs dəstgah vasitəsilə idamə tapa bilir. Amma nə qədər? İndi nəbati həyatı ilə mərci-məğzinin fərqi nədir? Nəbati həyatda yuxu çərxəsi salimdir və qəlb və tənəffüs fəaliyyətləri dəstgahsız davam etməkdədir. Mərci-məğzdə beynin fəaliyyətlərinin getməsi mümkün deyil. Amma nəbati həyatda sifrə yaxın olsa da bir yüzdə imkanı vardır. Illinois Bilim Yurdunda aparılan bir təhqiq nəticəsində görünüb beynin ölümündən 24 saat sonraya qədər bəzi sellullar hələ həyatlarına davam edə bilirlər. Düşün, bir şərtdə bütün bərqlər kəsilib, ancaq bəzi evlərdə hələ işıq yanır. Pəs beyin bizim bədənin generatoru sayılırsa, bəzi sellullar onun ölümündən sonra nə cür yaşayırlar? Və ortaya bu cür bir soru çıxır. Biz yalnızca bir beyindən ibarətik, yoxsa milyardlarla sellulun bir kolonusu?